Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Axşama doğru axşamınız xeyir olsun. Bugün də mən lobya pişirdim. Lobyanın elə bir ki başqa üsullarda da pişirmək olur. Yəni biraz vaxtı keçmiş vəziyyətdə olanda azca qaynadıb yağ soğanla qovurub, üstə yumurta da vurmaq olur. Yenə də öz sokunda pişirmək olur. Mən elə o formada pişirdim. Soğanı qovurdum. Kızardı. Üstüne de 2 tane biber, bir tane de büyük pomidor, lap büyük pomidor doğradım. Bunlar yağda biraz qovurlandan sonra lobyamızı tökmüşüm. Bir stəkan da buna çaynikdən qaynayan sudan tökmüşəm. Bir dəfə qaynatsın, sonra onun tuzunu, sonra bir də biraz biber tomatı tökəcəm. İstəsəniz göyərti də vurmaq olar. Hazırlayan herkese de nuş olsun. Allah her bir ev eşiğe bol ruzi bereket getirsin. Can sağlığı versin. Kanalımıza destek olanlara minnettarlığımızı bildiririk. Eliniz kolunuz var olsun. Göz hakkınızı da halal eləyin. Yeniden görüşmək ümidiyle. Sağ olun, sağlıkla kalın.